Soda ilə müəyyən köməklik göstərmək olur. Necə? Ümumiyyətlə, mən sizə keçən dəfə də deyirəm, indi də deyirəm. Son 100 ildə xərçəngin müalicəsində 500-dən çox cürbəcür üsullar mövcuddur ki, daha effektlidir. 90%-nə, 95%-nə kimi xərçəng xəstəliklərini sağaltmaq olur. Qəsdən sağaltmırlar. İstəmirlər. Soda da onların içində. Soda neynir? 5 dəqiqə bundan qabaq dediyim söhbətə görə. Turşulu mühiti qələvi mühitdən qəflətən dəyişir. Qəflətən dəyişən kimi şiş hüceyrələri məhv olur. Ümumiyyətlə, şiş hüceyrələri çox zəifdirlər. Bir balaca onlara təsir edən kimi onlar məhv olurlar. Biraz istilik qaldırırsan, onlar ölürlər. Biraz qlukozanı vermirsən, ölürlər. Turşulu mühiti dəyişirsən, ölürlər. Elektromaqnit sahəsini dəyişirsən, ölürlər. Nəsə eləyirsən, aktivlik eləyirsən, xoşbəxt olursan, xoşbəxtlik hormonu çıxır, ölürlər. Onlar dərhal ölürlər, çox zəifdirlər. Onların yeganə gücü ondadır ki, onlar tez-tez çox-çox bölünürlər. Və onunla da bütün bədənin resurslarını özünə çəkib, onlar daxili parazitdirlər də, bədəni tükəndirib tələf eləyirlər.